Bakının Xətai rayonunda növbəti dəfə ağaclar qurudulub və yerində qanunsuz obyekt tikilir. Paytaxtın Xətai rayonu Gəncə prospekti 105 ünvanında yaşıllıq məhv edilərək qanunsuz tikinti aparılır. Məlumata görə Xətai rayonunun bir çox ərazilərində qanunsuz tikintilərin aparılması ilə bağlı xəbərlər yayılır. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi məlumat bazasında Xətai rayonu Gəncə prospekti 105 ünvanında hər hansı bir tikinti barədə rəsmi qeyd və məlumat göstərilmir. Məsələ ilə bağlı Xətai rayon İcra Hakimiyyətinin mövqeyini öyrənmək mümkün olmadı. Həmçinin qanunsuz tikinti ilə bağlı Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən də heç bir açıqlama vermək istəmədilər. Səsləndirilən iddialarla bağlı bütün maraqlı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq. Qeyd edək ki, 2019-cu ildən Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyevdir.